Mən Tovuz rayonunun Əlbəyli kəndindən Şəhid Həsənov Sərxanın anasıyam. Mənim sözüm buradan Ali Baş Komandanımız cənab İlham Əliyevədir. Onun xanımı Mehriban xanım sizədir. Onun qızı Leyla xanımadır. Bir ana olaraq sizdən artıq dərəcədə xahiş edirəm. Mənim müraciətimə baxsın. Mən Şəhid Həsənov Sərxanın anasıyam. Mənim oğlum 44 günlük vətən müharibəsində şəhid olub. Füzulinin alınan vaxtı şəhid olubdu. 3 medalı var. Ölümündən qabaq bir neçə fəxri fərmanı var. Hərbidə yaxşı qulluq elədiyi üçün, vətən üçün, yaxşı atıcı olduğu üçün oğlum 1-ci dərəcə sıra birisi olub. Ondan sonra qumbaratan olubdu. Müharibədə qumbaratan gedibdi vəzifəsi orada. Mənim oğlumun xahiş edirəm döyüş yolunu çıxardasınız. Mənim oğlum elə belə döyüşçü olmayıb. Xahiş edirəm, hörmətli Ali Baş Komandanımız, məni evdən təmin eləməkdə köməkdarlıq eləyərsiniz. Mən gedib bir neçə dəfə hara müraciət eləyirəm, deyirlər biz döy sosial xidmətlərə müraciət eləyin. Hanı bizim Tovuz rayonunun Əlbəyli kəndinə baxan deputatımız? Mən heç tanımıram. Allah rəhmət eləsin Qənirə xanıma. Qənirə xanım daim bizlə maraqlanırdı. Qənirə xanım çox gözəl insan idi. Allah ona uzun ömür verərdi, təki daim bizim yanımızda olardı. Allah onun yerini cənnət eləsin. O bizi daim maraqlanardı. Həmişə biz şəhid ailələrinin yanında olardı. Çünki mənim oğlum